qancıqları üzr içirən ifadəmi niyə çıxardınız sefərə? Çaqqallar, şərəfsizlər. Adam bilmir, dövlətin o qədər problemi var, xalqın problemi var, millətin problemi var, təhsil problemi var, səhiyyə problemi var. Xalq artisti Əlinur televiziyada baş verən biabırçılıqları sərt şəkildə tənqid edib. O həmçinin televiziya rəhbərliyinin belə halların baş verdiyi zaman harda olduğunu sorğulayaraq məsuliyyətsizliyə görə ciddi etirazını bildirib. Sənətçi bildirib ki, media yalnız əyləncə üçün deyil, eyni zamanda cəmiyyətə düzgün nümunə göstərmək və etik normaları qorumaq vəzifəsini daşıyır. Ekranlarda aparıcılarımız səviyyəsiz, sözün əsl mənasında səriştəsi olmayan, intellekti olmayan, tarixi bilməyən, ancaq hır, mır, zır, bax belə şou yaradan aparıcılardır. Onlar bilmirlər. Onlar sözün əsl mənasında toy müğənniləri yığırlar ora. Xeyir olsun toy müğənniləri. Orası sənətkarlar lazımdır. Sənətkar sözün əsl mənasında. O üzr istəyirəm bu hacının altından çıxıb bu hacının altına girən yüzlərlə şortları çıxardırlar. Adam əsəbləşir, baxa bilmir. Bu mənim bu ikinci ərimdir, qanunsuz ərimdir, nikahım ərimdir. İstəsəm 8 nəfərə gedərəm, istəsəm 15 nəfərə gedərəm. Bu qancıqları üzr içirən ifadəmi niyə çıxardınız sefərə? Çaqqallar, şərəfsizlər. Adam bilmir, dövlətin o qədər problemi var, xalqın problemi var, millətin problemi var, təhsil problemi var, səhiyyə problemi var, aptek problemi var, dərmanlar problemi var. Bunların hamısını bəyəmləri ekran həll eləməlidir. Ekran dövlətin dilidir, millətin dilidir, xalqın dilidir. Bunları ekranı çıxartmaq lazımdır. Bu şortuları çıxardırsınız ora, bir-biri ilə gəh vuruşurlar, savaşırlar. Biri meydan oxuyurlar, villaları ilə, meydan oxuyurlar maşınların bahalsı ilə, meydan oxuyurlar maşınların nömrəsinin bahalsı ilə. Bilirik də, bu şərəfsizlər görməmişlərin əlinə ki, pul düşdü, büdcəni dağıtdılar, milyonları var, bu qancıqlar üçün xərcləyirlər də. Onlar üçün meydan yaratdılar, efirlərdə reklam edirlər bunları. Bunları gərək nəzarət lazımdır. Sovetin vaxtında belə küçə adamlarını ekrana bıraxarlardı. Qətiyyən mümkün deyildi, mümkün. Senzura var idi, baxırlar. Senzura nə idi? Ləyaqətli adamları, təmiz adamları. Yəni, millətə, xalqa xeyir verən, onların problemini həll edən insanları dəvət edirlərdi. Bu nədir bura? Nədir bura? Zənənə hamamdır, nədir? Bu şortu müğənnilərdir toyda. Vururlar Moskvadan, Rusiyadan, hər yerdə pul qazanırlar, gəlirlər, özlərini reklam edirlər. Nə tərbiyələri var, nə qanacaqları var, nə onların şərəfi var, nə ləyaqəti var. Üzr istəyirəm sizə. Bunların ancaq nədir? Hacı axtarmaq, hacı tanımaq və bir də toylarda ortalıqda meymunluq edib pul qazanmaq. Bunları ekrana çıxartmaq ayıbdır. Ayıbdır. 1000 dəfə deyirəm ayıbdır. Ayıb olsun.